Zəhra Qaziyevanı Bərdə rayonunda hamı yaxşı tanıyır. O 28 ildir ki, 32-lər kəndində həkim işləyir. Müharibə illərində bu kəndə işləməyə gələn həkim tez bir zamanda Bərdəlilərin sevimlisi olur. O burada geniş yayılmış qızdırma və başqa xəstəliklərə qarşı ciddi mübarizə aparmağa başlayır. Kənddə yeni nümunəvi xəstəxana yaratdığı, xəstələri qayğı və məhəbbətlə müalicə etdiyi üçün hələ 1961-ci ildə Zəhra xanım Lenin ordeni ilə təltif olunur. Ona Respublikanın əməkdar həkimi fəxri adı verilir. ...1969-cu ildə isə partiya və hökumətimiz bu qayğıkeş həkimin əməyini yüksək qiymətləndirdi. O, sosialist əməyi qəhrəmanı kimi fəxri ada layiq görüldü.